Biçare Azərbaycan cəmiyyəti bu səsə qulaq asandan sonra rəhmətlik Mirzə Cəlilin Danabaş kəndinin əhvalatı yadına düşəcək. Oradakı Xudayar bəydən yox, müasir Xudayar bəydən danışmaq məcburiyyətində qaldım. Cəhənnəm ol benzin yanacağı ver də. Qəzəb arabaların yanacağı yenə yoxdur. Gəlsin cəhənnəm olsun, kartlar açsın bura. Gecə günü sipə yaratıblar. Və yaratmışsın bundan yanacağı maşın hadisə var. Maşın çıxmalıdır. Pensiya vaxtı cəhənnəm olub geçsin olsun pensiyasında da. O Xudayar bəydən ki, o Danabaş kəndində yox, Mingəçevirdə peyda olub. Bu şəxs Elmar Əhmədovdur. O, Birləşmiş Su Kanal MMC-nin Mingəçevirin su kanal sahəsinin rəisidir. Adam 21-ci əsrdə kəndlə şəhəri dəyişik salıb. Necə deyərlər, özünü kənddə kəndxuda kimi aparır. Bir eşşəyi, bir qamçısı, bir də şallağı çatmır. Bu adam işçilərin üzərinə elə qışqırır ki, sanki meşədədir. Çilingəllər canı çıxsın saat 8-ə kimi işləsin, bildim. Bu davranış möhtərəm prezidentimizin tələb etdiyi məmur kodeksinə uyğundurmu? Sadəcə cəmiyyətin bir üzvü kimi bu məqamlar bizi ciddi şəkildə düşündürür. Belə kadrları hardan tapırlar? Həqiqətən Mingəçevirdə su sistemlərinin idarə olunması üçün bacarıqlı kadrlar yoxdur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikailova səslənirəm. Ay Zaur Mikailov, indi biz neyniyək? Hansı Zaura müraciət edək? Zaur Baxşəliyevə, Zaur Kamala, yoxsa Zaur Nəboğluna? Bütün Zaurlardan xahiş edirəm ki, Mingəçevirin Xudayar bəyini psixiatriya yoxlanışından keçirsinlər. Sonda demək istəyirəm. Ay Zaur müəllim Mikailov, bura Danabaş kəndi deyil. Bura Azərbaycanın ən müasir ziyalılar şəhəri Mingəçevirdir.